Vaxtınız xeyir olsun uşaqlar. İndi sizinlə 6-cı sinif riyaziyyat dərsliyindən çoxluqlar üzərində əməllər mövzusunun tapşırıqlarını həll etmiş olacağıq. Amma dərsi keçməzdən əvvəl nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımızda tez-tez 6-cı sinif riyaziyyat dərsliyinin izahlarının gəlməsini istəyirsinizsə, kanala abunə olmağı, videoları bəyənməyi unutmayın. Eyni zamanda fikir və təklifləriniz varsa və yaxud da ki, əlavə hansısa bir testin izahlarını istəyirsinizsə, rəy bölməsində bizimlə bölüşə bilərsiniz. Başlayaq çoxluqların kesişməsi mövzusuna və birinci tapşırığı həll edək. Uşaqlar, biz bilirik ki, çoxluqların kesişməsi dedikdə iki çoxluqda eyni elementlər, ortaq olan elementlər götürülür. İndi birinci tapşırığa baxaq uşaqlar. Burada A çoxluğu verib, A çoxluğuna daxildir 4, 5 və 6 və 7. Diqqət edək. 4, 5, 6, 7. B çoxluğunda isə 1, 3, 4, 7, 9. A kesişmə B çoxluğunu istəyir. Yazaq o zaman. A kesişmə B çoxluğu. Uşaqlar, A kesişmə B çoxluğu deyirsə, A-da və B-də ortaq olan ədədlər götürülür. Məsələn, 4 ədədi B-də də var. Demək ki, 4-ü də götürəcəm. 4-ü qeyd etdim. 5 B-də var uşaqlar. Xeyr, yoxdur. 6 necə var? Xeyr, yoxdur. Amma 7 var. Baxın, B çoxluğunda da 7 var. Ona görə 4 və 7. A kesişmə B 4 və 7-ni bildirir. Daha sonra B variantına baxaq. B variantında yenə də A kesişmə B. Baxaq görək hansı ədədlər olacaq. 1-ə baxaq. 1 hər ikisində var. Ona görə yazırıq birincisinə. 3 yenə də hər ikisində var. 3-ü də qeyd edirik. Və 5 necə? Fikir verək. 5 də hər ikisində var. Amma 7 B-də var, A-da yoxdur. A kesişmə B dediyimizə görə ortaq olanları ancaq götürəcəyik. Ona görə də 5 ilə tamamlayırıq. C variantında A kesişmə C variantı bərabərdir. 2, diqqət edin, yoxdur B-nin sırasında götürmürük. 3 də yoxdur. Burada qeyd etməmişəm. 3 də yoxdur. 5 də yoxdur. 7 də yoxdur. Heç biri yoxdur uşaqlar. Demək ki, A kesişmə C boş çoxluqdur uşaqlar. Ona görə də bu şəkildə qeyd etmiş oluruq. Daha sonra keçək növbəti çalışmaya. Növbəti çalışmada uşaqlar İkinci çalışmada deyir ki, S kesişmə D çoxluğunun ümumi xassəsini söyləyin. Baxın, S çoxluğu nədir? İngilis dili öyrənən şagirdlər. Yəni, S çoxluğuna bu hissəyə aiddir İngilis dilini öyrənən şagirdlər. Bax, bura. Amma D çoxluğuna aiddir Alman dilini öyrənən şagirdlər. Diqqət edək bircə. Mən burada hər bir tərəfinə yazaq. S çoxluğunu ümumilikdə bax burada İngilis dilini öyrənən şagirdlər daxildir. D çoxluğuna isə Alman dilini öyrənən, yəni bax bu çoxluğa aiddir Alman dilini öyrənən şagirdlər. İndi bizə deyir ki, S kesişmə D. Diqqət edək uşaqlar, burada S kesişmə D dedikdə, bax bu ortalıqda qalan hissəni, yəni həm İngilis dili, həm də Alman dili öyrənən şagirdlər. Bura ifadə olaraq yaza bilərik ki, həm İngilis dili və həm Alman dili öyrənən şagirdlər aid olunur. İndi S-yə baxaq uşaqlar. S-də qırmızı rəngli varlıqlar. Demək ki, S çoxluğuna ümumilikdə burada aiddir qırmızı rəngli varlıqlara. Amma D çoxluğuna aiddir avtomobillər. İndi diqqət edək, S və D-nin kəsişdiyi hissədə, bax bu hissə nə daxildir? Qırmızı avtomobillər, hər ikisindən ortağı. Ona görə də yazırıq, bunların hər ikisinə aiddir qırmızı avtomobil. Belə. Üçüncü çalışmaya baxaq. Eylerin diaqramına görə fikirlərinin doğru və ya yanlış olduğunu müəyyən edin. Müəyyən edək uşaqlar birlikdə. Deyir ki, D elementi A
kəsişmə B çoxluğuna daxildir. Biz dedik də A kəsişmə B deyirsə, yəni bu ortalıqdakı ədədləri götürməliyik. D elementi A kəsişmə B-yə aiddir. Xeyr, o B çoxluğuna aiddir. Fikir verin, bax buradadır. Ona görə də aid etmiş olmuruq. Bu doğrudur, xeyr, yanlış. X qoyuruq bura. B-yə baxaq. A elementi yalnız A çoxluğuna daxildir. A elementi fikir verin. Yalnız A çoxluğuna. Xeyr, A elementi fikir versək burada həm A-ya aiddir, həm də B-yə aiddir. Ona görə B variantı da doğru olmaz. Yalnız sözü işləndiyinə görə aid etmək olmaz. C variantına deyir ki, N elementi həm A, həm də B çoxluğuna daxildir. Baxaq. Bəli, diqqət edək bura. N elementi həm A-ya daxildir, həm də B-yə daxildir. Ona görə də C variantını uyğun götürmüş oluruq. Dördüncü suala baxaq. Euler-Venn diaqramına görə A, B və A kəsişmə B çoxluqlarını yazın. Yazaq uşaqlar. Hər birini silək və detallı şəkildə aşağıdan hər birini qeyd edək. Deyir ki, deməli, Euler-Venn diaqramına görə A, B-ni. O zaman A çoxluğuna aid olanları yazaq. A çoxluğuna aiddir nə? A çoxluğuna aiddir. Fikir verək burada S-A, qeyd edək, S-A. Eyni zamanda bax bu hüdudda olan hər biri M-R-I. M, R və I. Bax bunların hər biri aid oldu. B çoxluğuna aiddir. Bax burada M, R, I həm də B çoxluğuna aiddir. M, R, I, D və Ə. D, Ə. Bunun hər birinin aid etmiş olduq. İndi bizə deyir A kəsişmə B çoxluğu. A kəsişmə B çoxluğu deyirsə, bura aid olacaq uşaqlar. Bax bu ortalıqda yerləşən hərflər. M, R, I. Hər üçünə aiddir. Yazarıq o zaman. M, R və I. Bu qədər. Bu şəkildə yazmış olarıq. Daha sonra B variantına baxaq. B variantında deyir ki, deməli, A çoxluğuna aiddir. Baxaq, A çoxluğuna aid olanları yazaq. M, L, N, R, U. Çünki axı bu dairə də A-nın içərisindədir. Bu oval da A-nın içərisində olduğuna görə hər birinə aid etmiş oluruq. E, L, N, R və U. Bax, bunu aid etmiş olduq. B çoxluğuna isə aiddir. B çoxluğunu da buradan yazıb. Diqqət edək, yalnız N, R, U. N, R və U. İndi bizdən soruşur ki, A kəsişmə B. A kəsişmə B deyirsə, bax, burada hər ikisində ortaq olanlar, yəni mərkəzdə yerləşənlər aid etmiş olacaq da. N, bax bunu. N, R, U-ya. N, R və U. Hər A kəsişmə B-ni aid etmək olar. Daha sonra C variantına baxaq. C variantında isə belədir. A çoxluğuna aid olanlar yazaraq buradan A çoxluğuna aiddir. N, R, U. B çoxluğuna aiddir. A və Y. A kəsişmə B çoxluğu. Qeyd edək uşaqlar. A və B-nin ortaq olan hansısa bir hərfi var. Xeyr, hər biri ayrı-ayrıdır özünə görə. Ona görə də A kəsişmə B boş çoxluq olacaq uşaqlar. Çünki hər biri ayrı-ayrılıqda yerləşmiş olub. Sonra 5-ci suala baxaq. 5-ci sualda deyir ki, C kəsişmə D çoxluğunu yazın və elementlərin sayını tapın. Yazaq. C kəsişmə D. Burada biraz da böyüdək uşaqlar. Və də rahat olsun hər biri. Deməli, C kəsişmə D deyirsə, aşağıdan yazacağıq və hər birinə aid olacaq. C kəsişmə D. Diqqət edək, Ş hər ikisində var. Ona görə Ş-nı yazırıq. A var, bəli var. A-nı da qeyd edirik. N, xeyr, yoxdur. L, bəli var. L-nı da qeyd etmiş olacaq. Başqa I da var, baxın.
D çoxluğunda I da var. Ona görə də qeyd etdik və sayını da deyirsə 1, 2, 3, 4. 4-ə bərabərdir sayı. Sonra B variantını yazaq. A, C kəsişmə D deyir uşaqlar. C kəsişmə D deyirsə, yazacaq bu səfər. H. H var, xeyr yoxdur. A yoxdur. R, bəli var. R həm aşağıda, həm də yuxarıda var. R-nı qeyd edəcəyik. U, bəli var. Onu da qeyd etdik. Və N, bəli, N da var. Ona görə də N-nı da qeyd etmiş olduq. Elementlərin sayı isə 1, 2, 3. 3-ə bərabərdir. C variantına baxaq. C variantında da deməli, C kəsişmə D deyir. Bura aid olacaq. L, bəli, bax, L həm burada, həm də aşağıda var. L-i qeyd etdik. A, bəli, var. A-nı da qeyd edəcəyik. Ç, xeyir yoxdur. I da yoxdur. Amma N, bəli, var. N-nı da qeyd etmiş olduq. Ədədlərin sayısı, hərflərin sayı isə 3-ə bərabər oldu. Bu şəkildə hər birini qeyd etmiş olduq. 6-cı suala baxaq. A çoxluğu 18 ədədlərin bölənləri çoxluğu, B çoxluğu isə 12 ədədinin bölənləri çoxluğudur. L-Ervin diaqramından istifadə etməklə A kəsişmə B çoxluğunu yazın və bu elementlərdən ən böyüyünün mənasını izah edin. Baxın, L-Ervin diaqramına keçməzdən əvvəlcə A çoxluğunun elementlərini yazaq. A çoxluğuna aid olmuş olacaq uşaqlar. Nələr? 18-ə bölünənlər hansı olur? 1, 2, 2 də 18-ə bölünür. 3 bəli bölünür. 4 18-ə bölünür uşaqlar. Yəni, xeyr. 4 yazmarıq, 5 yazmarıq, 6-nı yazarıq. 7-ni də yazmarıq, 9-u yazarıq. Bir də 18-in özünü yazarıq. Bəs B çoxluğuna hansı elementlər aid olacaq? B çoxluğuna aid olacaq. 1 yazarıq, 2-ni də yazarıq, 3-ü yazarıq, 4-ü də yazarıq, qeyd edərik. Bəs 5, xeyr, 6-nı qeyd edərik. Başqa nə qeyd edərik? Bir də 12-nin özünü. İndi A kəsişmə B çoxluğunu L-Ervin diaqramı kimi deyir bizə yazın. Yazaq uşaqlar. L-Ervin diaqramını çəkərik. Bax, hər ikisində ortaq olanları ən mərkəzdə yazarıq. 1, 2, 3. 1, 2, 3. Ortağa yazacaq. 1, 2, 3. Qeyd etdik. Başqa da ortaq var uşaqlar. Bəli, 6-nın özünü də yaza bilərik. Ona görə nöqtəli vergül qoyub 6-nı da qeyd etdik. Sonra başqa heç bir ortaq bölünən yoxdur. Ona görə digərlərini öz yerində yazarıq. 9 ilə 18, bax, yalnız 18-ə bölünənlərin arasında olacaq. Qeyd etdik. Sonra 4 ilə 12 də bu tərəfdə olmuş olacaq. Belə uşaqlar, hər birini L-Ervin diaqramı vasitəsilə göstərmiş olduq. Belə uşaqlar, biz bu şəkildə sizinlə çoxluqların kesişməsi mövzusunun tapşırıqlarını, izahlarını vermiş olduq. Gələn dərs yenə də sizinlə görüşmək ümidi ilə. Sağ olun.